Salamlar, hər vaxtınız xeyirli olsun. Bu günləri əmək müqaviləsinə xitam zamanı əmək məzuniyyəti hansı qaydada hesablanmalıdır? Yəni neçə gün olaraq hesablanmalıdır? Bu barədə danışacağıq. Qısa bu formada danışmışdıq və qeyd etmişdik ki, Konstitusiya Məhkəməsinin verdiyi qərara uyğun olaraq əmək məzuniyyətinə, üzr istəyirəm, əmək müqaviləsinə xitam zamanı ki, kompensasiya son haqq hesab aparılır və bu kompensasiyanın hesablanması zamanı əmək məzuniyyəti əvvəllər əsas ancaq nəzərdə tutulurdusa, hal-hazırda həm əsas, həm də ki, əlavə bir növ cəmlənməlidir. Amma bu hansı formada olmalıdır? Qeyd edək ki, bu qərar hal-hazırdakı vəziyyətə uyğun olaraq 18 fevral 2026-cı il tarixindən sonrakı dövrlərə də şamildir. Yəni əvvəlki dövrə yox, ancaq 18 fevral 2026-cı il tarixindən ki, qərar verilib, bu dövrlər daxilində, yəni üzümüzə gələn dövrlər daxilində verilən xitamlara aiddir bu məsələ. Və bizim burada bir məsələmiz var. Məsələ üzərindən də izah edə bilərik. Tutaq ki, bizim işçi 1 may 2025-ci il tarixində rəhbər vəzifəyə işə qəbul olunub. Qeyd edək ki, qeyri-mütəxəssis işçilərin əmək məzuniyyəti əsas olaraq 21 təqvim günü təşkil edir. Amma ki, şəxs mütəxəssisdirsə 30 gündür əsas məzuniyyəti. Davamında qeyd olunub ki, işçinin əmək stajına görə 6 gün əlavə məzuniyyəti mövcuddur. Əvvəlcə bunu qeyd etmək lazım gələr ki, 5 ildən 10 ilə qədər Əmək Məcəlləsinin 116-cı maddəsinə uyğun olaraq 5 ildən 10 ilə qədər 2 təqvim günü əlavə verilir, əgər stajı varsa. 10 ildən 15 ilə qədər 4 gün, 15 ildən artıq olduğu təqdirdə isə 6 gün əlavə məzuniyyət verilməlidir. Və biz bilirik ki, işçimizin ümumi məzuniyyəti 30 əsasdır, 6 gündə əlavə 36. İşçi iş ili ərzində əsas məzuniyyətinin 10 günündən istifadə edib. Bir məsələ də gündəmə gətirmək lazım gələr ki, təqvim ili ilə iş ili arasında fərq var. Bəzən müəssisələrdə belə olur ki, çox nadir rastlanan bir haldır əlbəttə ki də, 31 dekabra yaxın ki, təqvim ili artıq bitir, kadrların idarə edilməsi üzrə olan mütəxəssis, yəni HR işçiyə deyir ki, sən məzuniyyətə çıxmalısan, artıq belə deyək ki, il tamamlanır. Buradakı il tamamlanır, yəni iş ili üzrə olmalıdır. Yəni bizim işçimiz 1 may 2025-ci il tarixində işə qəbul olubsa, onun bir iş ili 1 may 2026-cı ildə sona çatır. Bunu bilməliyik. Yəni təqvim ili tamamilə fərqli bir şeydir. İş ili tamamilə fərqli bir şeydir. Təqvim ili yanvarın 1-dən 31-nə, dekabrın 31-nə qədər olan müddətdir. Amma ki, iş ili işçinin işə qəbul olduğu dövrdən 1 il sonrakı vaxtdır. Yəni artıq ki, 1 il gəlir, tamamlanır. Bu da bir məsələ. Və real кейsimizdə biz qeyd edirik ki, işçi iş ili ərzində əsas məzuniyyətinin 10 günündən istifadə edib. Yəni belə deyək də, rəhbər idi, 30 gün məzuniyyəti vardı, 10 günü çıxdı, qaldı yerdə neçə günü? 20 günü. İşçinin əmək müqaviləsinə 28 fevral 2026-cı il tarixində xitam verilib. Və indi biz işçimizə kompensasiya hesablamalıyıq. Əvvəlcə bunu qeyd edək ki, işçinin bir iş ilinə düşən məzuniyyəti 36 gündür. Yəni 30 gün əsas, 6 gün əlavə. 30 gün əsas, 6 gün əlavə. Biz müəyyənləşdirməliyik ki, işçinin 10 ayından neçə gün məzuniyyət düşür. Bunu da sadə bir tənasüb qurmuşuq və nəticədə müəyyənləşdiririk ki, 30 gün məzuniyyəti var həmin şəxsin. Və dedik ki, 10 gündə istifadə edib öz məzuniyyətindən, nəticədə məlum olur ki, 20 günə uyğun biz hesablamamızı aparmalıyıq. Yəni kompensasiya 20 günə görə hesablanmalıdır. Bu da bir məsələ və bunu da diqqətinizə çatdıraq ki, əvvəllər ancaq əsas məzuniyyət nəzərdə tutulurdu xitam zamanı. Amma hal-hazırda həm əsas, həm də əlavə cəmlənməlidir. Digər bir misalımız isə müəyyən sosial kateqoriyalar üzrədir ki, onlarda kompensasiya necə hesablanmalıdır? Buna baxacağıq və müəyyən nüanslar ki var, onları qeyd edəcəyik. Tutaq ki, məktəbdə müəllim vəzifəsində işçi çalışır və biz bilirik ki, 118-ci maddəyə uyğun olaraq Əmək Məcəlləsinin 56 gün həmin işçinin məzuniyyəti var, əmək məzuniyyəti var. Və bu işçiyə biz əlavə də hesablamırdıq, yəni normalda ki, belə deyək də, ona əlavə məzuniyyət verilməz. Əlavə məzuniyyət 21 və 30 gün məzuniyyəti olan şəxslərə şamildir. Və real məsələmizdə də oxuyuruq ki, həmin işçinin 20 il əmək stajı var. Əmək stajı dedik ki, 15 ildən çox olduğu təqdirdə 6 gün əlavə hesablanır. Amma ki, belə deyək də, bu işçimizdə axı 56 gündür. Yəni biz buna hesablamalıyıq ya yox? Biz xitam zamanı bu işçimizə belə deyək ki, 62 gün məzuniyyət hesablamayacaq. Yəni hesablamamız 62 gün üzrə olmayacaq. 56 gün üzrə olacaq. Çünki onsuz da bu işçinin bir növ məzuniyyəti uzadılıb. Yəni 56-dır. 21 və 30 deyil. 21 və 30 olduğu təqdirdə, bəli, 6 gündə götürüləcək. Bu da bir məsələ.
Amma başqa bir məsələmizdə biz qeyd edirik ki, tutaq ki, işçi müharibə veteranıdır, 46 gün məzuniyyəti var 120-ci maddəyə uyğun olaraq Əmək Məcəlləsinin və işçi 1-ci iş ilinin 4-cü ayında əmək müqaviləsi xitam verir. 4 ay işləyib yəni. Və işçimizin yəni Qarabağ ərazisində fəaliyyət göstərir. Bilirik ki, Qarabağ ərazisi işğaldan azad edilmiş zona olduğuna görə 118-1 maddəsinə uyğun olaraq 5 gün əlavə məzuniyyət hüququ var işçinin. Əlavə məzuniyyət və dəyişikliyə əsasən Əmək Məcəlləsinin 118-1 maddəsindəki əlavə məzuniyyət Əmək Məcəlləsinin 118-ci, 119-cu, 120-ci, 121-ci maddələri üzrə məzuniyyət hüququ olan işçilərin əmək məzuniyyəti üzərinə əlavə edilir. Yəni ki, biz burada belə deyək, ümumi məziyyəti nə qədər olacaqdı işçimizin? 46 əsaslı 5 gün əlavə olacaqdı 51. İndi mən bunun işinə xitam verirəm. Bu işçinin işinə xitam verirəm. İndi mən 46 hesablamalıyam yoxsa 51 hesablamalıyam? Baxıram ki, qanunvericilikdə qeyd olunub ki, Əmək Məcəlləsinə uyğun olaraq 118-1 maddəsindəki əlavə məzuniyyət həm 118, 119, 120, 121-ci maddələri üzrə məzuniyyət hüququ olan işçilərin əmək məzuniyyətinin üzərinə əlavə edilir və edilməlidir də. Deməli biz hesablamamızı 51 gün üzrə aparmalıyıq. 51 gün üzrə də apardığımız zaman 12 ay 51 gün təşkil edir. Yəni bir iş ilində bu işçi 51 gün məzuniyyəti var. Yəni məzuniyyət hüququ var daha doğrusu. Amma işçimiz bizim 4 ay işləyib. İndi mən buna 51 gün verə bilmərəm axı. Deməli mən 4 aya görə məzuniyyəti hesablamalıyam. Görüm 4 aya görə işçimizin məzuniyyət hüququ nə qədərdir? Deməli 4 ayı vururam 51-ə, 4-ü vururam 51-ə, bölürəm 12-yə, müəyyənləşdirirəm ki, işçimizin 17 gün məzuniyyət hüququ var və kompensasiya da 17 gün üzrə aparılmalıdır. Ümid edirəm ki, faydalı oldu bu mövzumuz və izlədiyiniz üçün də təşəkkürlərimi bildirirəm. Bu formada olan mövzulardan xəbərdar olmaq üçün Əmək Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı məlumatlardan xəbərdar olmaq üçün kanala abunə olub bildirimləri açmağı unutmayın və paylaşın ki, hər kəsin də xəbəri olsun bu dəyişikliklərdən.